Bugün sizlerle birlikte adanı gəzməyə aparacağıq. Vlogun çəkirik. Adanın paltarlarını göstərəcəm bu videoda və adanın əynində paltarların necə qaldığını göstərəcəm. Elədirsə gəlin göstərim. İlk öncə ən altdan belə bir bodimiz var. Bunu geyindirəcəyəm. Bunun burası tık-tıklıdır. Belə açılıb bağlanır. Ancaq burası tık-tıklı deyil. Belə pəmbə bir bodimiz var. Belə bir cəketimiz var. Bu da burası tık-tıklıdır. Açılıb bağlanıb tık-tıklıdır da, yəni o birisi kimi. Və belə bir dəst papağı var. Bu mənim favori cəketimdir. Bu ayı ilə bu ayı dəstdir. Çox gözəldir. Demək olar ki, hər yerə gedəndə adaya üstdən bunu geyindirirəm. Yəni tək bunu geyindirmirəm. Bunun üstündən də bir dənə kurtkası var, onu geyindirirəm. Gəlin keçək o birisi paltar. Belə bir şalvarı var, ağ gözəl bir şalvarı və belə də bir koftası var. Bu koftanı da geyindirəcəm. Üstdən bu cəketi geyindirəcəm. Yəni altdan nazik, üstdən qalın var, elənciyinə düşünün. Belə bir corablarımız var, yəni belənciyinədir. Peri şeyləri kimidir də, burası da belə tüllü-tüllü. İndi adanın kurtkasını göstərəcəm sizə. Belə bir kurtkamız var. Bir də şərfimiz var. Beləsinə, bu toxunma şərfdir. Bunu da uzundur, ancaq yaxşıdır. Boğazına dolayırıq beləsinə. Taxırıq, yəni özüm toxumuşam. Bir də papağımız var burada. Bu papaqla taxırıq biz çölə çıxanda. Bu papaq, elə bir dəstdir bunlar. Bu papaq, bu kurtka, bir də şərf. Əlcəyimiz də var, əlcəyi də taxacağım. Ancaq indi əlcəyi burada göstərməm, sonra taxacağım yolda, şəklini çəkəcəyim adam. Onu da göstərəcəm. Elədirsə, gəlin adanın paltarını geyindirək. Mən bodisini geyindirdim, indi koftasını geyindirim. Bir də mən adaya belə bir papuçlar var. Qəhvəyi rəngdə, onu geyindirəcəm. Bu arada tətilə az qalıb. Qiymətlərimiz necə oldu? İnşallah ki 5 olar. Yorumlara yazarsınız qiymətlərimizi. Hamımız bilək necə aldığımızı. Yorumlara mən nə qədər video paylaşıram, ancaq siz yorum yazmırsınız. Mən əziyyət çəkib video paylaşıram, siz yorum yazmırsınız. İndi adanın bütün paltarlarını geyindirdim, bir dənə cəketi qaldı, gəlin onu da geyindirək. Ada bu cəketi geyinəndə çox şirin olur. Dostlar, beləsinə qaldı. Adanın cəketi beləsinə qaldı. İnşallah kombini ilə bəyənərsiniz. Solkaları da belədir. Saçını da əvvəldən 2 dənə belə hörmüşdüm. Pəmbə kombin eləmişdik bugün. Hər şey pəmbə. Papağı da pəmbədir. Hətta kurtkası belə pəmbədir. Elədirsə, hələ ki sağ olun deyirəm.